Cinsel istəyin azalma səbəbləri nələrdir? Son dönəmlərdə endokrinoloqlara və androloqlara bu suallarla yaxınlaşan pasientlərimiz çoxdur. Xüsusilə biz endokrinoloqlar, androloqla birlikdə çalışdığımıza görə tez-tez konsilium eləyirik. Bir çox səbəblər vardır. Məlum məsələdir. Endokrin xəstələrin hormonal balansında pozulmaların olması. Amma buna gələnə qədər digər səbəblər də vardır ki, hansı ki bunu heç endokrin pozuntuları olmayan pasientlərimizdə belə rastlayırıq. Xüsusilə stress hormonunun artıq olması, yəni kortizolun və ya heç kortizolun artıq olmaması belə tez-tez stress həyatı yaşayan bir insanlarda cinsi aktivliyin, libidanın azalmasına səbəb ola bilir. Digər səbəblərdən biri alkoqol və şəkərli qidaların, alkoqol və siqaretin istifadə olunmasıdır. Məlum məsələdir, siqaret və alkoqol damar divarlarında daralma yaradır və bu zamanda qan dövranı bütün orqanlara olduğu kimi cins orqanlarımıza da zəif daşınır. Bu səbəblərdən də həm libidanın, həm ereksiya halının baş verməməsi olur. Digər səbəblərdən biri isə ekran bağımlılığıdır. Yəni ekran bağımlılığı deyəndə telefon, planşetlər və notebookların çox istifadə olunması nəticəsində baxılır və gördüklərini reallaşdırmaq istəyirlər və yaxud da pornodur, digər vasitələrdir, daha çılpaq vəziyyətdə olan bir halların görünməsi ilə dopamin azalır. Dopamin azaldığına görə insanların bir şeyi daha rahat əldə etməsi kimi bir şəraitlər formalaşır. Bunlar da cinsi həvəsi və cinsi aktivliyə qədər olan o periodu azaldır. Bu da şüuraltı olaraq cinsi zəiflik yaradır. Digər səbəblərimizdən biri isə yağlı, rəfinə olunmuş və hazır qidalara bağlıdır. Xüsusilə də ki, qazlı içkilər məlum məsələdir. Onların alınma forması, hansı formada emal olunur. Bu səbəbləri də artıq insanlar özü tənzimləyə bilər. Əgər bu səbəbin sonunda cinsi zəiflik varsa, istəsək bunu normallaşdıra bilərik. Digər səbəb isə yuxu faktorudur. Yuxu faktoru da bütün hormonlarımızın fəaliyyətini tənzimlədiyinə görə və yuxusuzluq bizim həyat tərzimizi bərbad etdiyinə görə də bizim cinsi hormonlarımızın da ifrazında öz funksiyasını yerinə yetirir. Yuxusuzluq özü də cinsi zəifliyə gətirib çıxardan ən vacib faktorlardan biridir və biz pasientlərimizə hər dəfə qəbulumuzda cinsi fəaliyyətinin necə olduğunu və ya libidanın olub-olmadığını sual verdiğində utanmadan bizim suallarımıza cavab verməlidir. Çünki biz xalatların cinsiyyət fərqi etmirik. Diqqətinizə görə təşəkkür edirik.